Kövrək insanlar dinləməsə daha gözəl olar. Biraz dərin mövzuya toxunacağam. Bir çox insanların göz yaşlarına səbəb olacağam, belə deyək, amma danışmağa da məcburam. Mövzu bala mövzusudur. Sizi bir adam döyə bilər. İstəyir kişi ol, istəyir qadın ol, fərqi yoxdur. 5 nəfər insan tökülsün səni vəhşicəsinə döysün, qolu sındırsınlar, qılçanı sındırsınlar, qabırğanı sındırsınlar. 3 aya, 4 aya xəstəxanada yata-yata, ola-ola gəlib yenə sağlam insan olasın. Bütün o sınıqların hamısı düzələcək. O stresi yaşadığın döyülmə stresin bir aydan sonra, ay yarımdan sonra səndən çəkilib gedəcək. Ondan sonra başlayacaq az-az elə belə yadıma düşməyə. Amma balanın sındırdığı qol qanad ömrü boyu düzəlmir. Gipsə qoymursan, hansı müalicəni alırsan al, o heç bir vaxtı düzələn bir şey deyil. Fərqi yoxdur, hansı sahədə sındırırsa sındırsın. Balanın rəhmətə getməyi, balanın gedib nankörlük eləməyi, balanın sən əli ağzının ətin verib yedizdirib böyütdüyün balanın səni tərk eləməsi, sındırmaqdır. Adam var övladını 12 yaşında itirib, adam var övladın, ən çox övladlarımız 18-19 yaşlarında oldular da, şəhidlər, belə deyək. Oturursan bayramdır, süfrə açılıb, hər şey var, şirniyyatlar, zadlar. Götürürsən o şəkərburanı belə dişləyəndə balan yada düşür. Qalırsan belə. Yediyin, içdiyin zəhər olur. Qəşəng yemək pişib, açdı, övladların da hamısı orada, ailəyə oturmuşsunuz, çəkilib, hamı deyir, gülür. Qəflətən rəhmətə gedən övladın yada düşür. O aş olur sənin üçün zəhər. Danışıram, kövrəlirəm. Bilmirsən ki, neyniyəsən də, onu demək istəyirəm ki, övladın sındırdığı qol, qanad heç bir vaxtı düzələn deyil. Tərk edilmiş, yəni tərk etmiş övladlar da var. Böyüdürsən, boya başa çatdırırsan, səni tərk edir. Qalırsan belə, bilmirsən ki, hansı cürə dərd çəkirsən. Yenə deyirsən ki, ilahi, çox şükür, canları salamatdır, evi yoxdur, məni danışdırmasalar da olar. Arzu edirəm ki, Allah Teala hamının balasının canını salamat eləsin. İçində də mənim balalarımı. Ay övladlar, çalışın nankörlük eləməyin valideynlərinizə qarşı. Siz bilsəz ki, onlar sizi hansı zülümlərlə, hansı müsibətlərlə əziyyət çəkib, saxlayıblar. Vallahi siz bu addım atmazsınız. İsa Peyğəmbər də deyir, yazığı çarmıxa çəkə-çəkə, əllərində mıxlayırlar. Yenə deyir ki, ilahi, heç onlar özləri də bilmirlər, neynirlər. Sən onları günahlarına görə bağışla. İçin mənim balalarım qarışıq. Ya Rəbb, onlar özləri də bilmirlər, neynirlər. Sən onları, yəni bütün balaları, günahlarına görə bağışla. Mənim kimi tərk edilmiş valideynlər, övladların itirmiş valideynlər, Allah Teala sizə, mənlə bir yerdə səbir versin. Artıq əksik, yorunda, çaşanı, gün ərzində məndə 30-40 nəfər gedir bloka. Sonra da fikirləşməyin ki, axı mən bunun videolarına baxırdım, qəflətən nətər oldu ki, mən bunu görmədim. Özünə hörmət edən insan yorum yazanda diqqətli olsun ki, yəni bu nətər kişidir ki, filan edir, bəşməkən edir. Yaxşı, çaşma yenə. Sözüm var, şəxsiyə yaz, ağzının payını verim. Yorumda nə kişilənmə, nə də arvaddanma. Şəxsiyə yaz, ağzının payını verim. Orada artıq əksik yazmayın. Hörmətim var, hörmət kimi yaz. Yoxdursa sus, bax, keç.